Əlimdə gördüyünüz makadamya fındığıdır. Dünyanın bir zamanlar ən bahalı fındığı idi. Niyə bir zamanlar? Çünki indi Zaqatala fındığı ceyran belindədir. Yəni bu hələ ki Zaqatala fındığından sata bilmir. Dəyərli izləyicilər, gördüyünüz kimi 2 dənə açarı var üstündə. Belə vakuum qablaşdırmadadır, yarım kiloluqdur. Bir də ən çox sual verirsiniz ki, bu necə yeyirlər, necə istifadə edirlər, gəlin göstərim. Bismillah, açırıq belənçinə. Gördüyünüz bu toplardır. Yəni çox vaxt soruşursunuz ki, bunu necə açaq, necə yeyək, necə sındıraq? Sındırmağa ehtiyac yoxdur. 2 dənə açarı var. Baxın, bu gördüyünüz açar vasitəsini buna yaxınlaşdırdıq. Bir də belə elədik. Fındıq özü bunun içindən çıxır. Buna vanil dadı gəlir, biraz şokolad dadı gəlir. Dadı çox gözəldir. Mağazamızda həm vakuum halında belə paçkaları, həm də ki çəki halında əldə edə bilərsiniz. Ünvanımız Binə qəsəbəsi 11 Çərəz mağazası. Səda Event solundan üzbəyiz. Buyurun, yolunuzu gözləyirik. Təşəkkürlər.